Bütün əxlaqi dəyərlər həyat haqqında düzgün təsəvvürdən doğur. Həyatı düz tanısan, razılıq məqamı nədir? Yəni ki, sən məni yaratmısan, minnətdaram sənə. Mən həmişə var olacam. Səbri bu kontekstdə izah eləyək. Səbir yəni qısa müddətli qalıram. Qısa müddətli problemlər. Çox qısadır. Keçəcək. Bu da səbir bundan doğur. Şükür nədir? Şükür də yenə də var olduğuma görə minnətdaram. Maraqlı bir oyun, cazibəli bir həyat yaratmışsan. Təşəkkür edirəm sənə. Namaz nədir? Namaz budur ki, gedim tez özümü çatdırım sənin huzuruna, sənə təşəkkür eləyim, sənə minnətdarlıq eləyim. Oruc nədir? Oruc budur ki, həyatda yəni yemək, içmək hədəf deyil. Bunlar vasitədir və vasitə olanda daha dadlı olur. Yeməyi vasitə kimi yeyi, daha ləzzətlidir. Hədəf kimi yeyi, yediyin yemək bəlaya çevrilir. Xoşuma gəlmir.